Hər vaxtınız xeyir olsun dostlar. Gəl buraya üçün salamla dostlarımızı. Tamam. Deməli, Elif artıq dərsliyini başa vururuq. 2-ci sinifə qədəm qoyacağıq Allahın izni ilə. 1-ci sinifi bitiririk və biz il boyunca Elçin dərsə gedənin ağlamasın deyə biz ona maaş kəsmişdik. Hər günə 1 manat, 2 manat, nə bilim əldə olduğu qədərindən. İndi isə həmin pulların artıq sayılmaq vaxtı gəlib çatıb. Aparırıq bunları. Arkadaşlar. Böyütdürməyə ki, görək nə qədər aparırıq bunları böyütdürməyə ki, görək nə qədər pulumuz var burada. Bunu da qoyum elə bunun gözünə. Manat pulları götürmüşük. Manat pulların sayı 350, 600 manat belə deyək pul yığılmışdı. İndi bunları da hesablayaq görək nə qədərdir. Buyur. Arkadaşlar size hatırlarsınız ben uzanmıştım ya. Onda kitaplar beni bayıltmışdı səni. Kalmıştı. İndi bitir kitaplar. Artıq kitabları bugün təhvil verməyə gedəcəyik. Kitablarımızı da gətir göstərək. Stolun üstündən. Qaç. Orada da gün sayırdıq dərs bitmə gününü. Artıq onu da qopartmağın vaxtı gəlib çatıbdı. Tez gətir aşkım, qaç. Görək. İl boyunca Elçin nə qədər pul yığıb, pul qazanıbdı. Bu da kitablarımızı təhvil verməyə gedirik hamısını. Bay bay, sağ olaş kitablarla. Sağ olun. İstəyirəm ki, bunun ağırlığını ölçək. Görək nə qədərdir. Oy. 11 kilo. 11 kilo yarım belə deyək də. 11 kilo ağırlığındadır. Arkadaşlar kitaplar çok ağırdır. Bunun santim kilolarını çarpıp. Kitabları da ölçək. Görək nə qədərdir. Sıfırdır. Ölçək. Kitabların da ölçüsü 2 kilo yarım. 2 kilo yarım mı? Ama ne ter kaldı. Oyuncaqlarımız. Neyse getdik. Ay bayağı. Gəlin. Arkadaşlar burada sinif yoldaşlarımı bir de müəllimləri bir de kitapları çok özləyəcəm. Bir müddət fasilədən sonra görəcəksən yenə. Ömrüm, sən təxmini bilirdin də, qəpiklər, heç qəpiklər çıxan mantıqla nə qədər idi? 351. 550 manat. 550 manat. 520 manat da hesablayırsan o 570. 570 manat mantıqlardır. Gedə görə qəpiklər nə qədər edir? Minimum 300 var. Gedək sayaq görək. 185 manat. Öncə 50 qəpik. əvvəl kitabları təhvil verək, sonra gedək sayaq. Demişdim ki, il boyunda belə bir video çəkəcəm. Hə? Çəkəcəm. Ana. Bunu çəkim vaxt qaytaracağım. Ana. Elə? Ha. Kassada çəkmək istəyirdim əslində bunu. Elə. Müəyyən bir sənə. Hə. Qoyarlar mı kasaya? Gücünü düşürt belə. Xəbər olmadan. Ana. Nə olsun ki, videoda vlog çəkirik. Sözlərəm. Deyək, əlbəttə ki, de. Səni çocuğun uşaq olarsan. Başda birinci sınıf bitersə, səncə sinif yoldaşlarını, bir də müəllimi, bir də kitabları özlərsən. Özləyirəm. Mən də özlərəm. Elçinlə bərabər mən də pul qazanırdım. Onu soruşdu. Deyir, görəsən ana 11-ə qədər oxuyanda da qazanacağam, yoxsa yox? Hər il artıcaq qazanır. Gedək. Arkadaşlar burada da maşın atmayı öğrenmişəm. Ata maşını çalışdır. Açıqdır zaten, açıb çalışdırıb. Çalışdırdım. Aferin sənə. Getdik, bismillah. Arkadaşlar, Elçin aparıb qoyacaq biz məktəbə. Ondan sonra ananı aparıb qoyacaq anası ilə. Bir də bir ildən sonra anasını götürəcək, bir ildən sonra Elçini götürəcək. Mən Ömər Enes bir 7 yaşayacaq. Arkadaşlar, üçüncü Ömər Önyes sənin ağzına yiyəcək beləliklə. Eyb olmaz arkadaşlar. Mən dözərəm. Uşaqlarımdan tək hər şey dözərəm arkadaşlar. Ananı da aparıb qoyacaq bir illik anası ilə. Qoysun Elçin. Koymaz. Yox arkadaşlar, Elçin məktəbdə olacaq arkadaşlar. Elçin nə deyə bilər ki arkadaşlar? Gerçekten arkadaşlar. Elçin məktəbdə olacaq arkadaşlar. Deyəm, bəs mən insan deyiləm, mən istirahət eləməyim. Sen değilim, ben Yaşamayım. yaşamayım, yatmayım. Bizim qonağımız var. Cahit balamız gedir bizə. Səhər gəlmişdi, yenə gedir. Gəlir maması. Gəlmişik burada bir dənə işimiz var idi, onu həll edelim. Sağlam olmuş. Hə.
İşimizi həll eləməyə. Gördüm uşaqların ürəyi gedir acından. Dedim gətirim yeməklərini yesinlər. Evdə də gəlib bir reis yeyəcəyik elə. Selam kanalına abone olun. Ay sağ ol. Təşəkkür edirəm. Arkadaşlar, Dostlar. dostlar, bize vecede indi kartof yiyeceğiz sonra. Kartof yox, kotlet. Kotlet yiyeceğiz. Düyü yeyəcəyik, kotlet yeyəcəyik. Eləmi? Bunu deyirdim bayaqdan. Bunu. Düşürdük o zaman. Tüh ya kurtulamadıq. Abi Sana dedim tez gel da. Şaka işte. Zarafat edirdik. Aşkım. Hə. Hə, aşkım. Tez gel. Gelmiş sonunda bir saattir. Qapıları Ben bağla. beğendim. Bunlar şaka yaptılar ya. Hə, qəfilər neynədin? 30, Benim adıma baş. 40, 35, 30, Buna 45. bak. 45. Hə. Yok. Bak buna bak. Hamısı. Bunu ezeceğim. Ben şaşırdım ya. 30, Bunu 35. ezeceğim. Bak ben. Ha 30, 35, 40. Hə. Hamısı amma 45. eləmədik də, elə. Öte? Hamısını bütövdə ev üçün əliniz Hamısı gəzər. olmuyor. Ama sonra karaçıdır. Hə, Ya bundan başını pişirək. hə. Yiyəcəyim. 5 dəqiqə gözləyəcəm. Sonradan gedək biz. Nasıl Hə, fikir? eşsiz. Cahit, Elçin. Siz burada düşün. 5 dəqiqədən sonra biz gələcəyik. Burada bizim bir dənə işimiz var. Balaca bir işimiz var. Hə, mağazaya edib Hə, gəlirik. o dəmir Yaxşı. darvaza var. Gedin dəmir darvazanın yanına tərk edin gəlin. Hadi, gedin, düşün. Bir də gördük yollarda Elçinin Cahit başlayıb da sən o gözəlliyin canı. Sən Allah mənə 20 qəpik fuye. Allah yolunda. Elçin də Cahit edir ki, Cahit, Mağaza ödedik. yığdığın pul şərikdir ha, bir yerdəyik ha. Mağaza ödedik. Mağaz etmək istəyirsən? Nə almaq istəyirsən mağazdan? Sen de, siz dediniz. Ben mağaza ödedik. Kim dedim, mən deməmişim. Mən elə söz deməmişim. Bax, onu and içə bilərəm. Mən elə söz deməmişim. Sen demişsin. Mən sadəcə dedim ki, istəsəz sok da alarıq. Sok istəyirsən? Hemen çocuk. Sok Bu istəyirsən? mağaza bence Ora bərbərdir. Evet. Bərbər. Bir bərbər bağırmış. O bir bərbər bağırmamışsın qabaq. Bərbər. Niyə sən bərbər də görəndə bərbər bağırırsan demiş. O birisi bərbər deyəsən cavab verməmişsin qabaq. Deyir ki, mən bərbər, bir bərbər görəndə bərbər bağırıram. Al mağaza ödedik. Ama. Bilik da. Ne sən deyirəm, mən dedim ki, mən sən deyirəm, bir bərbər bir bərbəri görəndə bərbər bağırmış. O bir bərbərdən soruşmuş. Sən niyə bərbər? Bir bərbəri görəndə bərbər bağırırsan. Bərbərə cavab vermiş. Mən bərbər, hər zaman bərbər görəndə bərbər bağırıram. Nə o tezizlik? Bir bərbər görəndə bərbər bağırmış. Bir bərbərdən soruşmuş. Sən niyə bərbər? Ay bərbər, sən niyə bərbər görəndə bərbər bağırırsan? Bərbər o bir bərbərə cavab vermiş. Mən bərbər görəndə bir bərbər görəndə mən bərbər bağırıram. Deyə bilərsən Cahit? Deyə bilərsən. Deyə bilərsən. Hadi diyorum. Hadi qoçum aslanı. Ben de De. bir berber. Bir bərbərə. Bir berbere. Görəndə Berber. bir bərbəri görəndə bərbər bağırmış. Bir berberi görəndə berber deyə Bağırmış. bağırmış. O biri bərbər O bir berber. bərbər bağıran bərbərdən Berber soruşmuş. Bağıran Bərbərdən berberden Soruşmuş. soruşmuş. ay bərbər, Ay berber. sən niyə bir bərbər görəndə bərbər bağırırsan? Sen niye birine göre bağırırsan? Bir bərbər görəndə niyə bərbər bağırırsan? Berber bağırırsan. Bərbərə cavab vermiş. Mən bərbər, bir bərbər görəndə bərbər bağırıram. Ben alırım. Zahid de. Otur lan. Cahit, popcorn partladı mı yiyisiz? Popcorn sevirsən? Sevmirsən aşkım? Sənəm xalam videolarına baxan yeganə uşaqlar. Başqa baxanlar var, sinsinizdən görəsən.
birden sevana canlı koydum. İzləyirsən aşkım, düz deyir. Haydi sən dilindən eşitmək istəyirəm. Sağ ol aşkım, teşekkür edirəm. Bizim sinfin uşaqları. Popcorn sevmirsən sən? Hə, onu gedib patladım, keçək yeyək, yaxşı? Evet. Sənə Elçinin paltarlarından gətirim geyinirsən. Məktəb paltarını kirləməsin. Durun oynayın görüm. İkiniz de oynayın, ikinizi çəkim. Haydi. Ev yoxda sizin mahnınızı oynayın. Neyin siz qucaqlaşmağı? La la la. Sevinci, sevinci. Verene şükür. Nuş olsun balam. Yiyin. Ya buradan da çek. Neyinlə oradan çəkirəm də burada. Heç nə, mən gedim. Yaxşı mı, yaxşı mı? Hadi sıra səndə, göreyim bu seni. Ha uşaq. Hay Allah. Yo, mən yoxam burada. Yoxam mən burada. Elçin. Nə edirdin uşaqlara? Nə edirdin uşaqlara? Mənim də xəbərim yox, heç nədən. Sifətə bax, sifətə. Cahid də gəlməyəcək bizə. Hə, Cahid? Güzel görsən. Məlim, amma yavaş yavaş, yaxşı mı? Bəli də sən də. Dedim mən qoyun deyiləm. Oyunlar qaçdı. Deyiləm. Oturun. Ayakları divandan yere koyduğunuzu görmüyor. Gestapo edişən. Çırpıldı. Dedim. Ömer'le Enes götürüm Ceren. Ana, ana. Cahit. Elçin. Ana derler Ana dedi atası. Anayı gelmedim. Anadan korkuram. Korkuram Ömer. Yapın korkulsan ne satıyorsan. Ben. Hadi. Acan da mənə deyirsiniz, tamam mı? Yaxşı. Ay, Elçin, başqa qəşəng maraqlı videolar qoy, baxsın qaqa. Sabır bizim videolar. Eləmi? Ortaya qoy ikiniz də. Var ya orada, bunu qutarın yenə gətirəcəm, yaxşı? Qabaq-qabaq oyna, qabaq-qabaq Cahidlə. Ne güzel oynayırsan Cahid. Sibir'e şükür. Ama sen ona. Sen ona. Sen de maçı olsun. Aç. Aç. Sen ona. Kurtardım aslında. Oturun popcorn. Balacalar geldiyse siz rahat oynayamıyorsunuz. Gel. Geçin gel. Yıkılarsan ehtiyatlı.
Gol. Aferin sana Ömer. Yavaş. Oy. Cahit hansı futbol takımını tutursan? Ben senden. Ben de tut. Hansı? Hansı komandanı tutursan? Galatasaray, Fenerbahçe, ne bileyim. Beşiktaş, sonra Portugalya. Portugal. Aferin balama. Bakırsan sen Portugal. Ben de. Ben de. De. Başlayın. Ben deyim, ben Ronaldo, Sabidal, Cristiano Ronaldo. He, tamam. Gol, Ines gol. Ay sağ ol, aferin. Al. Yıkılarsınız yavaş, ehtiyatla olun. Ay yavaş. Gol kapını. Ses gitti. Cahit, Cahit, Elçin, Elçin. Oo. Aşkım uşaqlara dursan ey. Sen yapabilirsin. Lütfen yapabilirsin. Aycan, Anne. Aycan. Ne oldu? Açıldı ayağım, gel. Şu, bağladım. Maç bir anı ya. Şo tecələndi. Onlar. Ay seni kubar. 6-2. Tərəsiz deyin. Ne oldu? Hələ belə futbol olmur. Hələ bir topun dalınca qaçır. Tam bir topun dalınca qaçmalıdır. Nə? Oyunumuz devam edir. Biz sizə çox yormayaq. Videonu hələ ki burada saxlayıram. Maraqlı bir şey varsa inşallah davam edəcəm. Oy, 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 oy. Yavaş yıklarsan. Geç yerine ya. Aferin. Ay. Ay aşkım uşaqla oynayırsan ne? Ha. Yox, şota azaldıq, təriyəcəklər. Все, yekunlaşdıraq. Axırıncı qolda vurun, gəlin. Hə. Gəl verim, gəl. Arkadaşlar bugün Zahid bize geldiğinde katlet yiyor. Şimdi katlet yiyor. Arkadaşlarım da geldi. Şimdi popcorn yiyorlar. Bak biz yedik. Cahit, bizdə olmaq sənə xoş oldu baba? Xoşun gəldi, tez-tez gəl, yaxşı mı? Tez gel. Ne vakit istersen gel. Söz verirsən. Deyərsən ki, nətər bilmirsən, cənnətə gələcəksən bizə, anana de. Ana, mən sənə gilə getmək istəyirəm, onda apaya yaxşı. Bugünkü gün çox gözəl idi, amma gecə bizlə yatmayacaq, çünki axşam apacaq onu. Səni özləyəcəm Zahid, amma gələndə muşlu olaram sən nə vaxt istərsən. Cahit də babamız az danışan balalardandır, əziz izləyicilər. Söhbət edə. Arkadaşlar, abunə olmayı unutmayın ha. Sən Like danış, da sən atın. danış. O potensial sizdə var, geçək. Söhbət edin. Bye bye. İndi ömrümüzü yiyəcək. Ana götür ha. Sən ehtiyatla. Ömər nə götürmədin? Ha, Ömər için. Gəl, Ömər, otur aşkım burada. Qoy yeməyi də sizim gətirəm, tamam mı aşkım? Əlilə nəqla. Enişsən də əlilə gətirəm, tamam. Yiyin, yiyin aşkım, söhbət edirik, geçədik. İstədi yavaş-yavaş, tələsmə. Mən çizdiyim. Nəfəs alın Sonra mama deyəcək ki, sənəm mənim uşağım aç saxladı. Zarafat tabii ki. Deməz, biləm ki, deməz. Enis, nə yeyirsən? Əl ilə? Əl ilə? Əl ilə? İrəşdi eləmə, əl ilə. Salam elə sən də. Dayan.
Sən də sağ ol elə. Deyin rahat-rahat. Təəssüf ki, artıq vaxt gəldi, çatdı. Cahidin atası gəldi aparmağa. Sumkasını hazırlayın. Yavaş yavaş. Səni tez-tez gözləyəcək, yaxşı? İstədiyin vaxtı gəl, tamam mı? Qucaqla yan. Qucaqla sən də Ömər. İstədiyim vaxtı gəl. Tamam. Hay can, səni tez-tez gözləyəcək. Nə vaxt duran istədi gəl təkrar. Bunu deməyə ehtiyac yoxdur dönə, yaxşı? Bir saxlayım çörəyi. Yemək yarımçı qaldı dedim, heç olmasa çörəyi arası yesin. Sağ ol, sağ ol elə dostlarımıza. Gəl. Aşkım bunu da götür. Uşağındır. Gəl Cahit götür yeyərsən. Sağ ol. Hələlik. Gəl Elçin. Yola sağ. Gedin yola sağ olun. Sağ ol qaqaşı, sağ ol. Gəlir, qaqanı yola salsın, gəlir, yaxşı? Gedək içəri bizdə. Gəl. Qırları gəlir, gəl, narahat olma. Gedək, gəl. Arkadaşlar Cahit getdi ve bu videonun sonu. Arkadaşlar size sözüm var. Abone olmayı, like atmayı unutmayın. Sağ olun. Videonun devamıdır. Bunu da istəyirəm ki, o bir video birləşdirim, elə paylaşım. Bugün uşaqların son zəng günüdür. Birinci sinifi başa vururlar. Nə deyirik? Əlvida. Birinci sinif. Elveda birinci sınıf. Bye bye. Hələlik. Gedək görək məktəbdə nə edirik? Cahit bizə qonaq gəlmişdi. Bir yerdə futbol oynadıq. Cahit, Elçin, mən birdik, qonşularımız bir. Onları utduq. 5-4. Atadan icazə sən də gəl bizdən oynayaq, yaxşı? Sen de Cahit. 4 yoksa 5. 5-4. Bugün artıq birincilərin sinifi başa vurduğu o unudulmaz gündür. Bugün təkcə bir dərs ilinin sonu deyil, bir uşağın həyatında unudulmayacaq ilk böyük addımın tamamlandığı həmin gündür. Bu görüntülərə baxdıqca başa düşürəm ki, zaman necə də sürətlə keçir. Dünən əlindən tutub məktəbə gətirdiyimiz uşaqlarımız bugün artıq birinci sinifi uğurla başa vururlar və biz valideynlər də onlarla bərabər böyüyürük. Əziz balalar, sizin ilk məktəb günündəki həyəcanınız, çiyinizlərdəki böyük görünən çantalarınız, utancaq baxışlarınız dünən kimi bizim anaların yadındadır. Bugün isə o gözlərdə inam, üzlərinizdə sevinç, qəlbinizdə isə arzular var. Birinci sinif sadəcə hərfləri, rəqəmlər öyrənmək deyil, burada dostluq öyrənilir, paylaşmaq öyrənilir, yıxılıb yenidən ayağa qalxmaq öyrənilir. Siz bunların hər birini bacardınız və bununla qürur duyuram. Bəzən yoruldunuz, bəzən çətinlik çəkdiniz, amma heç vaxt vazgeçmədiniz. Hər kiçik uğur bizim üçün böyük sevinc oldu. Sizin hər gülüşünüz, hər nailiyyətiniz qəlbimizi sonsuz xoşbəxtliklə doldurdu. Övladlarımızın gələcəyinə sevgi ilə toxunuldu. Onlara bilikdən əlavə mərhəmət, hörmət və vətən sevgisi aşılandı. Bugün bütün birinciləri ürəkdən təbrik edirəm. Siz həyat kitabının ilk səhifəsini uğurla yazdınız. Qarşıda sizi daha böyük yollar, daha gözəl uğurlar gözləyir. Allah sizi qorusun. Yolunuz hər zaman işıqlı, qəlbiniz təmiz, arzularınız isə sonsuz olsun. Hər zaman vicdanlı, mərhəmətli və savadlı bir insan kimi böyüyəsiniz. Biz valideynlər isə hər zaman sizin arxanızdayıq. Bütün balalarımızın yolu açıq, qələmləri iti, ürəkləri isə sevgi dolu olsun. Heç bir valideyn övladının uğur sevincindən məhrum qalmasın. Qoy bütün balalarımız dualarla, gözəl diləklərlə böyüsün. Unutmayaq ki, son zəng bir son deyil. Daha gözəl başlanğıcların ilk sədasıdır. Ayıl, birinci sinifi bitirirsən, nə demək istəyirsən? Əziz valideynlər, sizləri də təbrik edirəm. Həyəcanlısan? Sənin sözün var nəsə? Birinci sinifi bitirirsən, nə demək istəyirsən? Mənim üçün də rahat həmişədir məndən zəng. Azad müəllimə dəyərli İnşallah. təbriki üçün təşəkkür edirəm. Sofi, birinci sinifi bitirirsən, nə demək istəyirsən? Həyəcanlısan? Darıxacaqsan dostların üçün, müəllimə üçün. Çıxış üçün söz Sözün var sənin nəsə? Tərbiyə işləri üzrə direktor Nə demək istəyirsən? Rüsalə Babayevaya və Ülviyə Məmmədovaya verilir. Amin. Sözün var müəllimənə? Uşaqlar günün altında dururlar. Sözün var Banuş? Salam, Həyəcanlanırlar. hörmətli qonaqlarımız. Deyənlər var. Birinci sinifi bitirənlər, nə demək istəyirsiniz müəllimənizə? Sözünüz var nəsə? Artıq siz bugündən sonra şagird yox, Müəllimə də sizi sevir. məktəbin məzunları olaraq Sözün var sənin nəsə? yenidən görürsünüz. Sizin bundan sonraki həyatınız Sənin sözün var Ömər? özünüz kimi, Nə demək istəyirsən? qəlbiniz kimi həmişə təmiz arzu olsun. Görürəm aşkım. Sizi ilk dəfə məktəbə qədəm basanda körpü fidanlar kimi Sözün var aşkım? Əziz müəllimlərimi çox sevirəm. İslam övladınızdan Ayla, həyəcanlısan qızım. Sözün var müəllimənə? Nə demək istəyirsən müəlliməyə?
Müəllimə də sizləri sevir. Səni də eşitmək üçün. Aziz müəllim, bizi Bu yolda hər böyütdüyünüz bir üçün zaman təşəkkür edir. İnanırıq Sözün var qızım. ki, öz nailiyyət Ay can, dinləyirəm səni. Buyur. vətənimizi, vətənimizi, sonra isə müəllimlərimizi, eyni zamanda bütün Azərbaycan Sənin sözün var müəlliminə? bir vətəndaşı Anara, sözün var müəlliməyə? Mən sizi çox sevirəm. Birinci sinifi bitirirsən müəllimə üçün, yoldaşların üçün nəsə demək istəyirsən? Tamam, həyecanlıdırlar olan. Sözün var müəllimə? Müəlliməni çox sevirəm, təbrik edirəm. Sizləri də təbrik edirəm. Bugün sizlərin günüdür. Sözün var? Çox sevirəm. Müəllimə də sizi sevir. Ay can. Mənə yaxşı var. Yaxşı ki siz varsınız. Sözün var müəllimə aşkım? Birinci sinifi bitirmək münasibətilə nəsə demək istəyirsən? İnşallah. Gün olsun 11-ci sinifdə gəlin belə bir video çəkim sizlə. Fili keçəri bizim üçün elmə və gözəl gələcəyə açılan bir qapıdır. Bütün məzunları təbrik edirik. Bütün məzunları təbrik edirik. Əziz 11-ci sinif məzunları, bugün sizdən birin keçərini böyük qürurla təhvil alırıq. Biz də sizin kimi çalışkan olub, məktəbimizi uğurla təfsil edəcəyik. Tabii Elçin Cəsurun maması Aysel xala və Sevda xala Aylin maması. Səni təbrik edir ad günü münasibətilə. Çox sağ ol denən. Çox sağ olun. Təşəkkür edirik. Çox sağ olun. Allah ruzinizə bərəkət versin. Nə əziyyət çəkirdiniz. Hə. Baxaq görək. Çox sağ ol. Çox gözəldir. Sağ olun. Ömrünüzə ruzinizə bərəkət. Hə. Ona da baxaq aşkım. Göstərək onda. Aşkım. Bu Elçin öz açsın istəyirəm. Ay öyle. Zəngi də var bax. Əlifba zəngi. Sağ olun Aysel. Allah razı olsun bacı Sevda. Ömrünüzə ruzinizə bərəkət. Gərək eləməyəydi amma. Gün Elçinimizin ad günüdür. 7 yaşı tamam olur. 8-ə qədəm qoyur. Təbrik edirəm balam. 100 yaşa. Ad günü mübarək olsun. Allah arzularına çatdırsın. Gün olsun. Öz balana ad günü qeyd eləyəsən. Amin. Amin. Sən bizim fəxrimizsən, qürurumuzsan. Səni çox sevirəm. Yaxşımı? İndi arzu. Hə, davam eləyək. Arzumu Demə, ürəyində verdim tut. ki, Ürəyində tut. Desin də nə olacaq? Tamam deyil. mənim hayalim hər kəslər kalsın, bir də abunə alsın. Hər kəs like atsın, abunə olsun. Xəyalı budur. Dostlar, baxın da indi görün nə edirsiniz. Ad günün mübarək, ad günün mübarək, ad günün mübarək Elçin, ad günün mübarək. Elçin. Öpür aşkım. Aferin, alqışlar, alqışlar. Aferin sənə. Atası tortdan dadızdır. Yani bir dənə yandır, bir dənə də sürsün. Ömər də sürsün. Ömərdə bizim növbəmiz var. Mübarək. Ad günün balaca olanda biz səhərdən axşama qədər yandırırdıq. Yenə şükür 3 dəfə ilə qutarıq. Ad günün mübarək. Aşkım. Sıra Ömərdə. Ömərə fürdətdirdin də birinci. İndi Ömər. Gözü qurban fərqinə. Ömər qadı ki. Mübarək. Ad günün mübarək. Ad günün mübarək. Ad günün mübarək. Elçin Öməriniz. Aferin. Öpür də öpürüz geçək. Çoma çektim. Aferin. Alqışlar. Durun bir dənə şəklinizi çəkim. Aşkım baxırsan sən də? Hə. Ömər sən də bax anneciğim. Baxın. Ay sağ ol, çəkdim. Qəşəng. Hə. İndi pastadan kəs dadırsın. Pastandan göster. Apa. Buyur. No. Enes bax. Hə, çəkmişəm aşkım, çəkmişəm. Ana. Haycan. Apamda bir uçta çası açsan apa. O Ömer pastadı. Acunun mübarek elçin. Ad günün mübarək Elçin. Ad günün mübarək. Ad günün mübarək Elçin. Min yaşa, çok yaşa, ay Elçin.
Həm Bəxtin şahid taleyi var, kim gözəl olsun? yaşa. Sağ ol. Bəxtin taleyin gözəl olanda hər şey Ha. qaydasında olacaq. Umarım benim hayallerim gerçek Mən bir də olur. arzu edə bilərəm. Elə. Ürəyimizdəki bir dənə prenses var. Basta. Ürəyimizdə bir dənə prenses var. İnşallah, inşallah bu videonu vaxt gələr açarıq. Həmin prenses də burada bizim yanımızda olar. Ay Allah. Bunu götürürüm. Hə, evet. İnşallah. Onun qədəsini alarım. Onu var ya, başımın tacı edəcək. Yox, hakim mübarək edirəm. Sağ ol. Belə. Allah. Ad gün davam eləyəcək, axşam da gedəcək. Hara gedəcək Elçin axşam? Rüzü tamam. Bir də Əyləncə. sahilə. Yağış yağmasa sahilə. Yağış yağmasa, hə, əyləncə mərkəzinə gedək, oradan da Buradan gəzməyə. istəyirsən qurban ol. Tamam. İşığı yandır istəyirsən day. Sağ ol Elçin. Sağ ol. Sağ ol. Ay sağlam ol. Sən hara gedirik? Müəlliməyə yox, gəzməyə. Hara gedirik? Yok. Gəzməyə. Ha. Əl ilə dostlarımıza. Ağzın gözün günə bax. Kartoffel sipariş edersen. Ya. Tamam aşkım. Sağ ol. İndi eğlence Salla maşın merkezine çarsan. gidik. Darvazanı bağlayın da. O mahnıyı Darvazanı da bağlayın. taktı indi birazdan dinleyeceğiz. Ata. Hadi gözün də gəl. Açtım. Yüz açalım. Maşınımız Elçin təbrik edir. Oh, maşınımız için tebrik ediyoruz. Birthday, happy birthday, happy birthday. Biz ailəyiz, o zaman biz ailəyik görsən. Övlad böyüdükcə valideynin alnından biri də böyüyür. Bugün mənim böyük oğlum Elçin artıq 7 yaşı tamam olur. Əziz oğlum, sən və qardaşların bizim ən gözəl duamızın, ən böyük sevgimizin adısınız. Gülüşünüz evimizə işıq, səsiniz qəlbimizə rahatlıq gətirir. Arzum budur ki, Allah sizi həmişə qorusun. Yolunuz xeyirli insanlarla kəsişsin. Ürəyiniz hər zaman mərhəmətlə döyünsün. Həyatın boyu üzünüzdən təbəssüm, gözlərinizdən ümid əksik olmasın. Qoy bütün arzularınız gerçəkləşsin. Nə vaxt çətinliklə qarşılaşsaz, unutmayın ki, ailəniz sizin həmişə dayağınızdır. 7 yaşım mübarək Elçinim. Səninlə fəxr edəcəyimiz neçə gözəl yaşlar qeyd edək. Amin. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Mən sizlərə sağollaşım, siz izləməyə davam edin. Sağ olun, salamat qalın. Hələlik. Son qalan budur. 35 manat, o birlər də əvvəlkilər də böyütüklərimi üst-üstə gəl. WhatsApp-da yazmışam sənin qiymətləri. Beş 70, 40, 14, 100, 20, 45, 30, 30. Nə qədər edir? Option. 60, 100, 525, 225, 240 deyək, 280 deyək, 315 manat, 570. 885 manat. Option bir il ərzində 885 manat pul yığıldı. Allah bərəkət versin. Bugün bizə Aynur xala qonaq gəlmişdi. Rəsulun maması və qardaşı qonaq gəlmişdilər. Gələn ayaqlarınız var olsun. Sizə təşəkkür edirik. Elçinin ad gününü təbrik eləmək üçün gəlmişdi. Elçinə belə bir dəstək alıblar. Necədir Elçin? Bəyəndin? Çox sağ ol deyirsən Aynur xalaya. Çok sağ ol. Allah ömrünüzə, ruzinizə bərəkət versin. Çox sağ olun. Var olun həmişə. Allah sizi korusun. Amin.